Rəqəmsallaşma istiqamətində əsas hədəfimiz dövlət xidmətlərinin vətəndaşlara daha operativ, rahat formada təqdim edilməsidir. Fəaliyyət planının icrasının sonuna qədər dövlət xidmətlərinin 50%-nin proaktiv şəkildə vətəndaşlara təqdim olunması nəzərdə tutulur. Bu yanaşma vətəndaşların dövlət orqanlarına müraciət etmədən ehtiyac yaranan anda xidmətləri avtomatik əldə etməsinə əsaslanır. Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov AR24-də eksklüziv müsahibəsində bildirdi. Qeyd etdi ki, 4 əsas istiqamət üzrə 2026-2028-ci illəri əhatə edən fəaliyyət planında 58 tədbirin icrası nəzərdə tutulub və hazırda həmin tədbirlərin hər biri üzrə icra prosesinə başlanılıb. Bu kontekstdə prioritet innovasiya fəaliyyətini sürətləndirəcək qanunvericilik bazasının formalaşdırılması və Azərbaycanın regionun aparıcı texnologiya mərkəzlərindən birinə çevrilməsidir. Bu xüsusda beynəlxalq təcrübə əhatəli şəkildə analiz edilmiş, təhlil edilmiş, ən qabaqcıl təcrübələr nəzərə alınmış, normalar nəzərə alınmış və vahid qanunvericilik layihəsində tətbiq edilmişdir. Qanunvericilik layihəsi çərçivəsində ölkəmizə yeni gətiriləcək təşəbbüslər məhz xüsusən startap və erkən maliyyələşmə istiqamətində startapların maliyyələşməsinin təşviqi baxımından venture fonların yaradılması, akkreditə edilmiş mələk investorların institutunun formalaşdırılması, crowdfunding platformalarının qurulması, onların tənzimləməsinin həyata keçirilməsinin hüquqi normaları müəyyən olunacaqdır. Sədr qeyd etdi ki, fəaliyyət çərçivəsində məlumatların keyfiyyətinin artırılması və məlumat bazalarının təmizlənməsi xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşma qərarların qəbulunu sürətləndirəcək, eyni zamanda təmiz və strukturlaşdırılan məlumatlar əsasında süni intellekt həllərinin tətbiqini genişləndirəcək. Nəinki rəqəmsallaşma və dövlət xidmətlərində süni intellekt həllərinin tətbiq edilməsidir. Artıq ayrı-ayrı dövlət qurumlarla görüşərək onlarla rəqəmsallaşma yol xəritələri hazırlanır. Onların əhəmiyyətli hissəsi artıq təsdiq edilmişdir və həmin yol xəritələri çərçivəsində süni intellekt həllərinin də tətbiqi artıq siyahıları formalaşdırılmış, icrası istiqamətində aidiyyatı qurumlarla işlərə başlanılmışdır. Bununla yanaşı agentliyin sədri bildirdi ki, qanun layihəsində ölkədə rəqəmsallaşmanın sürətləndirilməsi məqsədi ilə rəqəmsal köçərlərin, yüksək ixtisaslı mütəxəssislərin və qabaqcıl istedadların ölkəyə cəlb olunması, eləcə də informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq texnologiya şirkətləri üçün vergi, gömrük və digər təşviq mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Layihənin qəbulunun informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafına və bu sahənin ölkə iqtisadiyyatındakı payının artırılmasına töhfə verəcəyi də qeyd olundu.